ki? Bozgurda ölsem, seni buradaca yesem, de görüm bəs sən neylərsən, de görüm bəs sən neylərsən. Mən bir qara quş olsam, uçub əlindən qaçsam, de görüm bəs sən neylərsən, de görüm bəs sən neylərsən. Mən də bir ovçu olsam, tor qurub səni tutsam, de görüm bəs sən neylərsən, de görüm bəs sən neylərsən. Mən bir kəsəyən olub, vurduğum toru qırsam, de görüm bəs sən neylərsən, de görüm bəs sən neylərsən. Qaragöz apar! Ha, bəs. Get tək oyna, mən də ot çalam. Görmürsən? Mən oynamaq istəyirəm axı. Gəl sənə bir məsələ verim. Çoban quzunu, bir şələ otu, bir də boz qurdu, keçirməlidir ay güraxan çayda. Özü də bir-bir, özü də bir-bir, dinən bəs çoban, necə eyləsin? Quzu otu, qut-quzunu yeməsin, yeməsin. Hə, nə vaxt həll elədin, onda oynayarıq. Mən onu göz yolu həll eləyərəm. Deyil, bəs çoban necə eyləsin, hə? Qurt-quzunu quzu otu yeməsin. Bu ne çetin meseledir? Ay! Gün ortadı. He, Bəs evimiz hardadır? uzakta. Hə? Bu oldu əla. Yaman acımışam. Ben aç değilim. Belki acı. Ne değilim? Yeyirsen ye. Ancak bir şartım var. Ne? O ne şart değil ha? Çoban kuzunu bir şele oldu, bir de boz kurdu. Geçirmeli diye günahan çaydan ay ay ay. Özü de bir, özü de bir. Deyim beş çoban nece eylesin. Kuzu otu
məsələni nə vaxt həll eləyərsən, onda məni yeyərsən. Kuzu kurt kuzunu yemesin, yemesin. Vay! Ne çetin meseledir. Hara gelirse, ellemişe. Yalan deyirsən! Dedim ki hellelemişem. Meselenin şartı yadından çıkmasın. Gerek kurt kuzunu yemesin. Hey Karagöz! Ne tapmışsız bölüştürebilmesi? Ne? Başımız şişip senin meseleni hell eleyebilmirik. Burada çetin ne var ki? Bu bozkurt, bu kuzu, bu ot, ben de çoban. Bu da meselenin halli. Aycan aycan. Hallolundu. Helledik. Şimdi